Aleykümselam və rəhmətullahi və barakatuh. Sualda soruşulur ki, insan nə etməlidir ki, evladı xeyirli olsun? Evladı necə böyüdək? Çox nadinc sözə baxmayan azyaşlı uşağı, hətta qız uşağı olsa belə necə tərbiyə edək? Cavablandırsanız sevinirəm, haqqınızı helal edin. Yəni, həqiqətən də evlad tərbiyəsi çox məsuliyyətli bir işdir və inşallah çalışacağam ki, Quran və sünnənin işığında buna cavab verim. Allah subhanahu wa ta'ala buyurur ki, ey iman gətirənlər, özünüzü və ailənizi oddan qoruyun. Ya eyyuhellezine amanu qu enfusakum və əhlikum nara. Yəni insan özünü və ailəsini necə oddan qorumalıdır? Təbii ki, onlara öyrətməklə və onları düzgün tərbiyə etməklə qorumalıdır. Valideyn övladının tərbiyəsini öncə yəni öz tərbiyəsindən başlamalıdır. Əgər evladı tərbiyə etmək istəyirsənsə, öncə insan öz tərbiyəsindən başlamalıdır. Yəni namazında sabit olmalıdır, halal ruzi qazanmalıdır, gözəl əxlaq sahibi olmalıdır, səbirli olmalıdır və Allaha dua etməlidir. Çünki bütün hətta tibb bunu da deyir ki, pedaqoqlar deyir ki, yəni uşaq sözdən çox davranışdan öyrənir. Necə Quran sünnəyə də baxsaq, Peyğəmbər sallallahu əleyhi və səlləmə yəni uşaqlara necə gözəl davranardı uşaqlarla. Çünki uşaqlar davranışla yəni götürür. Uşağa qışqırmaqla, nəyisə döyməklə, məcbur eləməklə öyrədilmir. Təbii ki, bunlar da yer gələndə xəta etdikcə cəzalandırılır. Lakin uşaq davranışla bir şey götürür. Ona görə valideyn öncə özü ibadətlərində sabit olmalıdır. Halal ruzi qazanmalıdır, gözəl əxlaq sahibi olmalıdır, səbirli olmalıdır, dua eləməlidir. Əgər valideyn əsəbi, yalan danışan, kobud, səbirsiz, ibadətlərdə səhlənkar yanaşan biri olarsa, evlad da ondan bu şeyləri götürəcək. Ona görə insan birinci özündən başlamalıdır. Həmçinin də insan bacardığı qədər uşaqlara hər yaşına görə onları təlim eləməlidir, öyrətməlidir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, uşaqlarınız 7 yaşına çatanda onlara namaz qılmağı öyrədin. 10 yaşına çatanda namaz qılmasalar, onları vurun. Yəni cəzalandırın, cəza verin. Həmçinin uşaqlara mərhəmət göstərmək lazımdır. Ona görə valideynin evladına mərhəmət göstərməsi çox mühümdür. Uşağın tərbiyəsində böyük rol oynayır. Əgər valideyn evladla kobud davranarsa, qaba davranarsa, nəvaziş göstərməzsə, bu onun tərbiyəsinə birbaşa təsir edir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nəvələri Həsən, Hüseyni öpəndə və bir nəfər görür, deyir ki, mən 10 dənə uşağımın heç birini öpməmişəm. Deyir, Allah sənin qəlbindən mərhəməti çıxarıbsa, mən neyniyim? Yəni, mən onu geri qaytara bilmərəm. Və bunu göstərir ki, uşaqları öpmək, nəvazıq göstərmək özü mərhəmətdəndir belə, sevgidəndir. Ona görə bəzən uşaqların elə yaşları olur ki, onlara sən sərt davranmaqla, qışqırmaqla, qorxutmaqla heç bir şey edə bilməyəcəksən. Sən sadəcə onu təlim etmə, öyrətməlisən ki, bu olar, bu olmaz. Gözəl şəkildə öyrətməlisən. Və həmçinin qız uşağının tərbiyəsində də əsas prinsiplər budur ki, uşaq özünü sevilən hiss etməlidir. Uşaq həmçinin də xoş sözlərlə, tərif etməklə, yaxşı işlər görəndə tərif etməklə gözəl şəkildə tərbiyə etmək lazımdır. Yəni, Quran sünnədən, belə deyək, Quranı və sünnəni Allah subhanahu ta'ala yaş mərhələsinə görə də böyüdükcə, ona hər bir şey öyrətdikcə gözəl şəkildə, ona lazım olan şeyləri versən, inşallah gözəl tərbiyəli evlad olacaq. Yəni, müəyyən yaşında, hansı ki, onun kiçik yaşlarında ona lazım olan şeyləri versən, dürüstlüyü, doğruluğu, həmçinin də Allahdan qorxmağı, Allaha iman gətirməyi, ibadətlərdə möhkəm olmağı və s. və s. Yəni, bütün bu məsələlərin hamısını ona gözəl şəkildə öyrətsən, təlim etsən, kiçik yaşlarında artıq böyüyəndə o kifayət qədər gözəl tərbiyəli, dilində sabit bir evlad olacaq inşallah ki. Ona görə yəni uşaqları döyməklə, vurmaqla tərbiyə eləmək lazım deyil, ona göstərməklə, öyrətməklə, təlim eləməklə və həmçində özün olanı əməl eləməklə tərbiyə eləyə bilərsən. Allah daha doğrusunu bilir inşallah, bu qədər kifayətdir. Aleykümselam və rəhmətullahi və barakatuh. Deməli, qardaş sualda soruşur ki, yəni kasıblıq səbəbindən qonaq bəzən gedə bilmirik, hədiyyə alıb qonaq gedə bilmirik. Yəni, qonaq gedirsən, hədiyyə almalısan, bir şey almalısan, gələ boş getməyəsən. Necə də misal üçün, qonaq qəbul edə bilmirik. Qonaq qəbul etmək üçün gərək gözəl
süfrə açasan, süfrəni doldurasan yemək içməklə. Həmçinin bu səbəbdən bəzən insan qohumlarla əlaqələr kəsilib, soyuyub. Yəni tövsiyə eləyərdiniz. Qohumluq əlaqələrini qardaşlar birləşdirmək bilirsiniz, vacibdir dinimizə görə. Allah Subhanahu va Taala buyurur ki, Qurani-Kərimdə Nisa surəsi 1-ci ayədə buyurur ki, Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər eləyin. Eləcə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm məhz bu barədə çox gözəl bir hədisi var Allah Rəsulunun. Deyir ki, kim ömrünün artmasını, uzanmasını və ruzisinin artmasını istəyirsə, qohumluq əlaqələrini qorusun. Yəni birləşdirsin. Ona görə qohumluq əlaqələrini qorumaq əksinə səni kasıblıqdan çıxardır və sənin ruzinin artmasına səbəb olur. Ömrünə bərəkət gəlir. Ona görə bu səbəbdən dolayı əlaqələri kəsmək, qonaq getməmək, qonaq qəbul etməmək, bu yəni yanlışdır. Yəni kasıblıq ayıb deyil, kasıblıq imtahandır. Kasıb olmaq da ayıb deyil, nə də günah deyil. Əksinə ilahi bir imtahandır. Əsl eyib olan, qardaşlar, insanın təkəbbürlü olmasıdır. İnsan kibrinə görə bəzən müəyyən şeylər edə bilmir, gedə bilmir, gələ bilmir. Və qəlb qırmaq, əlaqələri kəsmək, həmçinin insanların maddiyyata görə dəyərləndirmək. Eyib olan bunlardır. Məyər Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında zəngin idi insanlar? Xeyr, kasıb idilər. Əksəriyyəti kasıb idi. Lakin görsən bir-birinə qonaq gedərdilər ki, hətta evində yemək olmayanda gedərdi ki, görün filan kəskildə nə yemək var, yeməyə nə var, nə yoxdur. Yəni kibirlənməzdilər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah təala sizin surətinizə, malınıza baxmaz, qəlblərinizə baxar. Və bu gün insanların çoxusu görürsən, yəni evində nə var onu qoya bilərsən qonaqçın. Şərt deyil ki, yəni ət alasan, bişirəsən. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm elə vaxt olub ki, gedib birinə yemək yeməyə, deyib nə var, deyib sirkə var, deyib sirkə ilə çörək ver. Çörəyə batırıb sirkə yeyib yəni. Yəni sən evdə nə var onu qoymaq əsas odur ki, qəlbin səmimi olsun və gözəl şəkildə o qonağı qarşılayasan, çay qoyasan, evdə olan şeylərdə nə varsa ondan verə bilərsən. Amma insanların çoxsu görsən bundan utanır. Bu eyib deyil, bu utanacaq bir şey yoxdur burada, əlhamdülillah. Əksinə insan bilməlidir ki, bu imtahandır. Və həmçinin qonaqlıq süfrənin bolluğu demək deyil, qonaqlıq qəlbin səmimiyyətidir. Qəlbən insan səmimi olmalıdır. Yəni israf eləyib süfrə açmaq, bəzən insanlar süfrə açır, israf edirlər. Nə qədər israf edirlər? Nə qədər süfrədən yemək qalır, orada at-xot kimi tökürlər, gedir zibilliyə və s. Bunlar hamısı problemin əslində. İnsan sadə olmalıdır və aza qane olmalıdır və hətta xurma ilə, çay ilə, nətər deyərlər, belə gücün nəyə çatır? Yəni onunla belə qonaq da qəbul edə bilərsən, əsas odur səmimi olasan və qəlbin gözəl şəkildə qonağı qarşılayasan və s. Həmçinin qohumlarla əlaqə saxlamaq, yəni şərt deyil ki, 100 manatlıq, 200 manatlıq bazarlıq qılıb gedəsən. Gücün nəyə çatır? 1 kiloqram qənd al, get misal üçün, gücün ona çatır. Bir dənə çay al, get, qonaqlarla hal-əhval tut. Yəni əlaqələri birləşdir, hallarından xəbərdar ol. Ona görə yəni bu şeylərə qardaşlar çoxsu bəzən insanların utancaqlığı və yaxud da emosiyalarına görə davranırlar və yaxud da bəzən kibir ola bilər, mane olur bu şeylərə. Bunları kənara qoymaq lazımdır. Və belə şeylərdən utanmaq lazım deyil, əlhamdülillah. Bunlar hamısı imtahandır və səbirli olmaq lazımdır. Əsas səmimiyyətə çox üstünlük vermək lazımdır. İnsanlar səmimi olmalıdır. Yəni görsən getdikcə insanlarda səmimiyyət aradan qalxır. Hətta görsən yoldaşlıqda belə səmimiyyət aradan qalxır. İnsanlar nəyinsə xatirinə yoldaşlıq edirlər. Allah kömək olsun, Allah bərəkət versin, Allah yardım etsin. Selamun aleyküm və rəhmətullahi və bərəkatuhu. Aleykümüssəlam və rəhmətullahi və bərəkatuhu. Sualda soruşulur ki, yoldaşım spirtli içki içdiyinə görə narazılığımı tez-tez bildirirəm və yəni içkinin iyi məni tez-tez narahat etdiyinə görə yaxın buraxmıram. Və buna görə mənə günah sayılırmı? Ümumiyyətlə, spirtli içki içmək, yəni insanın içki içməsi, sarxoş edici içkiləri içməsi haramdır və böyük günahlardandır və bütün pisliklərin anasıdır bu əməl. Əgər insan buna tövbə eləməsə, bunun üzərində ölərsə, Allah Subhanahu wa Taala onu bütpərəst kimi qaldıracaq və cəhənnəmdə yanmağa layiqdir. Ona görə nəsihət eləmək lazımdır ki, Allaha tövbə eləsin, Allahdan bağışlanma diləsin və tərk eləsin o günahı. Əgər sizin onu yaxın buraxmamağınız, onun bu günahı tərk eləməsinə səbəb olacaqsa, sizə heç bir günah yoxdur belə halda. Yəni məsləhət varsa, ehtiyac varsa buna, yəni sizin onu yaxın buraxmamağınız,
onu ədəbləndirəcəksə, tərbiyələndirəcəksə, necə deyərlər, günahdan çəkinməyinə səbəb olacaqsa, belə halda etməyinizdə heç bir problem yoxdur. Necə ki, şeyx, amma o ki, qaldı ümumən alimlərdən Şeyx İbn Həcər Əl-Heytəmi rahimehullah deyir ki, yəni ondan soruşurlar ki, əgər qadın ərinin baxımsızlığına görə, ondan üzündən pis qoxu gəldi, yəni daha doğrusu üzərindən pis qoxu gəldiyinə görə yaxınlıqdan imtina edərsə, bu hal buna günah yazılırmı? Qadın itaətsiz qadın sayılırmı? Və deyir ki, xeyr. Yəni əgər insana əziyyət verən bir qoxuya görə qadın ərini tərk edərsə, yəni yatağı tərk edərsə, onu yaxın buraxmazsa, buna görə günah yazılmaz və itaətsiz sayılmaz. İçkinin qoxusuna gəldikdə, içkinin qoxusu bütün qoxulardan ən pisdir. Yəni bütün çirkin qoxuların ən pisi içkinin qoxusudur. Ona görə də, yəni buna görə sizin onu yaxın buraxmamağınıza görə heç bir günah yoxdur. Lakin bəzi alimlər isə deyir ki, yəni qadın, belə deyək, ərinin etdiyi günahına görə onun haqlarını tərk etməməlidir. Hansı ki, yataq ərinin haqqıdır və onu tərk etməməlidir, onun günahlarına görə. Günah onun üzünə yazılır, amma qadın o ərinin haqqını tərk etməməlidir. Sadəcə burada qoxu söhbəti var deyənə, qoxu narahat etdiyinə görə sizin yaxın buraxmamanız heç bir günah yoxdur. Allahu aləm, Allah daha doğrusu bilir. Aleykümüssəlam və rəhmətullahi və barakatuhu. Qardaşımız sual verir ki, bəs mən gəmiciyəm. Əsasən də İtaliya, Yunanistan arasında orada gedirəm gəmi ilə. Səfərim əsas oralarda olur. Və İtaliya ilə Yunanistan arasında məsafə 1 saatlıq məsafədir. Və qarşıdan Ramazan ayı gəlir və mən oruç tutsam, iftarı hansı vaxtdan açım? İftara insan açmalıdır, yəni oranın vaxtı ilə. Hansı yerə yaxınsansa, əgər misalsın deyək ki, Yunanistandan İtaliyaya gedirsən, sən artıq İtaliyanın vaxtı, iftarda İtaliyaya çatsan, İtaliyaya yaxın, İtaliyanın ərazisinə, sərhədlərinə girsən, artıq oranın vaxtı ilə açacaqsan iftarını. Amma misalsın deyək ki, sahur eləsən, sahuru İtaliyanın vaxtını eləcəksən, qayıdacaqsan Yunanistana, Yunanistanda iftarı Yunanistan vaxtını açacaqsan. Yəni, harada olsan, oranın vaxtı ilə götürülür iftarı. O ki, qaldı namaza, bəli, namazı səfər qıla bilərsən. Əgər qaydacağın vaxtı bilmirsənsə, nə vaxt qaydacaqsan, təqribən bilirsən ki, 1 il oradasın, qaydacağın müddətə qədər, yəni qaydacağın evə qaydana qədər səfər qıla bilərsən bəli namazları. Allahu aləm, Allah da olsun bilir. Aleykümüssəlam və rəhmətullahi və barakatuhu. Deməli, sualda soruşulur ki, namazda səhv var, salam verdikdən sonra qalxmadan xatırladıq, salamdan sonra 2 səhv secdəsi və təkrar salam verilir. Yəni, namazda əgər insan xəta edibsə, o baxmaq lazımdır xəta hansı xətalardandır? Namazın vacibləri mi pozulub, yoxsa rukunu mu pozulub? Əgər vaciblər pozulubsa, salamdan qabaq yadına düşərsə, salamdan öncə səhv səcdəsi eləsin, sonra salam versin. Təşəhhüdü deyəndən sonra. Yox, əgər salam verdikdən sonra yadına düşərsə, təkrar səhv səcdəsi edib, 2 dəfə, sonra salam verir sağçı ilə, solçu ilə. Wallahu aləm.